Mercedes-Benz avtomobilin ixtirasının 140-cı il dönümündə lüksün yeni zirvəsini, yenilənmiş S-Class modelini təqdim etdi. Bu, tamamilə yeni bir nəsil deyil, mövcud W223 kuzasının əsaslı şəkildə restyling olunmuş versiyasıdır. Lakin bu sadə bir makyaj deyil. Avtomobilin hissələrinin 50%-dən çoxu, yəni təxminən 2700-ə yaxın komponent yenidən işlənib və təkmilləşdirilib. Xarici dizaynda ilk diqqət çəkən məqam 20% böyüdülmüş və S-Class tarixində ilk dəfə olaraq işıqlandırılmış ön barmaqlıqdır. Görünən odur ki, Mercedes də əsas rəqibi BMW-nin daha öncə başladığı böyük və işıqlı barmaqlıq trendinə qoşularaq avtomobilin ön hissəsini daha dominant hala gətirib. Yeni nəsil Digital Light faralar isə yolu tam 600 metr məsafəyə dək işıqlandıra bilir. Avtomobilin daxilində bizi süni intellektli superscreen paneli qarşılayır. ChatGPT və Google Gemini inteqrasiyalı yeni MBUX sistemi sürücü ilə təbii dialoq qurmağa imkan verir. Həmçinin dünyada ilk dəfə olaraq 44 dərəcəyədək isidilən təhlükəsizlik kəmərləri sərnişinlərə maksimum termal konfor təqdim edir. Performans sevərlər üçün AMG S63E Performance modeli 791 at gücü ilə 100 km/saat sürəti cəmi 3 saniyəyə yığır. Yeni MB Drive Assist Pro sistemi isə şəhər daxilində nöqtədən nöqtəyə tam otonom sürüş dəstəyi verərək sürücünün yükünü minimuma endirir. Mercedes bir daha sübut etdi ki, S-Class sadəcə bir avtomobil deyil, gələcəyin texnologiyasıdır.